Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astaqal hadisi kitabullah ve hayral hedi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrul umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalale ve kulle dalaletin finnâr. Möhtərəm qardaşlar, Allah Subhanahu hər birinizə bərəkət olsun. Allah Subhanahu hər birinizə bərəkət versin. Allah Subhanahu qardaşdan razı olsun, səbəb oldu yığışmağımıza. Allah malına, mülkünə bərəkət versin. Və həmçində hər birinizin malına, mülkünüzə bərəkət versin. Hər birinizdə və bütün müsəlman qardaş bacılara, kimlərin ki sıxıntıları var, Allah Subhanahu onların sıxıntısını qurtarsın. Kimlərin xəstəsi var, onlara şəfa versin. Və kimlərin ki borcu var və o borc ona sıxıntı yaradır, Allah ona kömək olsun ki, o borçlardan qurtarsın. Və həmçində Allah Subhanahu diləyirəm ki, bizim ölkəmizi qorusun və millətimizə, xalqımıza hidayət versin. Və həqiqətən də əmin-amanlıq böyük bir nimətdir, nimət içindik. Bu əmin-amanlığı da qorumaq üçün nə etmək lazımdır? Allaha şükürü artırmaq lazımdır. Şükür də necə olur? İbadətlə artır. Yəni, ibadət artırdıqsa. Ümumi olaraq hamı üçündür nəsiyyətim. Xüsusi olaraq da, sözsüz ki, xüsusi olaraq daha yaşları gənc olan qardaşlarımız üçün. Necə? Çünki onlarda sözsüz ki, elm almağın heç vaxtı yoxdur. Fərqi yoxdur. İnsan neçə yaşı olsun, yəni elm almalıdır və üzərinə vacibdir. Məsələn, tutaq ki, insanın 40 yaşı var, hidayət oldu. Nə etməlidir? Deməli, 40 yaşından sonra başlamalıdır Allahın dinini öyrənməyə. Mütləq. Fərqi yoxdur. 50 yaşı var, hidayət oldu, yenə də bacardığı qədər nə etməlidir? Öyrənməlidir. Və insanların içində ən xeyirlisi də kim sayılır? Yəni, bu ümumiyyətcə, bax, bu elm dedikdə, yəni, bu dəvətdir, bu kimlərin yol olubdur. Bax, bunu biz dərk eləsək, bilsək, onda artıq ola bilsin ki, daha biz elə bil ki, ona səy göstərəcəyik o yola. Peyğəmbərlərin yolu olubdur. Təsəvvür edin, sən bugünkü gündə Allahın dinini öyrənməklə və o Peyğəmbərlərin missiyasını yerinə yetirmiş kimi olsan, sanki davamsız kimi. Niyə görə? Çünki Allah Rasulü s.ə.v dünyasını dəyişəndən sonra özündən sonra nə dirhəm qoymadı, nə dinar qoymadı. Miras olaraq nə qoydu? Ümməti üçün elm qoyub getdi. Və o mirasdan da ki, yiyələnmək lazımdır. Və yiyələni sən çatdırırsan. Və insanların da ki, ən xeylisi bu sayılır. Və Allah subhanahu təsəlliyin, yəni Quranda bir dənə belə ondan başqa şey tapa bilmərsiniz ki, ayə. Allah Rasulü s.ə.v Allah subhanahu teala'dan istəyib onu artırmasını. Allah subhanahu teala Quran-ı Kərim deyir ki, Qur Rabbi zidni ilmə. Dedi ki, ey Rəbbim, mənim elmimi artır. Allah Rasulü s.ə.və. Fikir verin, bundan başqa, yəni Allah Rasulü s.ə.və demədi övladlarımı artır, demədi dünyamı artır, demədi ömrümü artır, dedi nə? Elmimi artır. Bu işində də ki, biz nə etməliyik? Biz də ki, buna səy göstərməliyik. Və sonra isə başqa hədisdə Allah Rasulü s.ə.və deyir ki, nə deyir? Kim bu yola çıxarsa, yəni elm yoluna, Allahın dinini öyrənmək üçün, Allahın dinini yaymaq üçün, Allah subhanahu wa ta'ala ona cənnətə gedən yolu asanlaşdırar. Baxın, bu dünya fanidir. Nə görürsən burada hamısı bu gözəlliklər, nə qədər olur, nə olsun, nələrin olursa olsun, milyonların sahibi olsan belə, hamısını burada qoyub gedəcəyik. Vallahi heç, mümküniyyət yoxdur. Sadəcə hər bir vaxtı var, Allah subhanahu wa ta'ala qoydu bir vaxtı. Hətta onu mələklər belə bilmir. Nə vaxtı sənin vaxtın bitəcəkdir. Yalnız əmir gələcəkdir və ölüm mələyi gələcəkdir, canını alacaqdır, getdi. Və ondan sonra təsəvvürlə ölən insandan sonra nələr yəni olur. Və hamı indi yaşınız az da olsa və yaxud da qardaşlarımız bilir. Nə olur? Heç nə, cəmaat bir gün, 2 gün, ondan sonra unudulur. Və fikirləşirlər ki, onun malının, mirasını necə bölünsün. Ola bilsin ki, içində sənin, düzdürmü? O gəlib sənin malına, mülkünə yiyələnən adam biz həyətinə qoymurdun, qapına qoymurdun onun girməni. Amma gəlib o sənin malına, mülkünə səndən sonra yiyələnəcəkdir. Nə üçün gör hərissən? O demək deyil ki, biz tərk ediniyik. O demək deyil ki, bizim dünyadan payımızı götürməyək. Sadəcə bizim hədəfimiz olmalı deyil. Sadəcə o bizim qəlbimizə girməli deyil. Daim o bizi məşğul eləməli deyil. Sən ondan məşğul olduqca daim, sən onun dalınca getdikcə o dünya sənə çətinləşir və o səndən qaçır. Amma sən Allahın dini üçün çalışdıqca, Allahın dinini yəni öyrəndikcə Allah subhanahu ta'ala sənin üçün dünyanı asanlaşdırır. Niyə görə? Çünki sən hərissən ki, onun dinini öyrənib yaşayasan və insanlara çatdırasan.
Düzdürmü? Və Allah Subhanahu sənə bu birisi yol asanlaşdırır ki, bu yolda sən davam etdi olasan, daha asan da olsun. Aydındır? Ona görə niyə necəksən? Daim çalışacaqsan Allah yolunda. Allah üçün. Bu o demək deyil ki, insana deyilmir ki, yəni dünyavi elmlər öyrənməsin. Əlbəttə ki, müsəlman hər tərəfdən güclü olmalıdır. Amma bu da o demək deyil, sən sabahlarım hansısa bir, misal üçün, get hansısa bir vəzifədə işlə və yaxud da get hansısa bir böyük bir biznesmen ol, sən namazını qoy qırağa, sən Quran əzbərləmini qoy qırağa. Yox, bu da səndə olmalıdır, onu da eləməlisən, cəm eləməlisən. Mütləq. Biz məsələsini oxuyanda o qədər sizdən qat-qat yaş azında, sizdən qat-qat yaşı az olan uşaqlar var ki, Quran hafizləri idi. Artıq Quran əzbər bilirlərdi hamısını. Və onlar məktəb dərslərində hamıdan irəlidə idilər. Yəni, dünyavi elmlərdə hamısından irəlidə idilər. Niyə görə? Ona görə ki, onlarda artıq açılıbdır. Onlar artıq yəni Allah Subhanahu wa Taala'nın kəlamını yəni öyrəniblər. Yəni, o biz oxuduğumuz Quran nədir? Elə belə sözdür? Yox, bəşər sözü deyil. O Allah Subhanahu wa Taala onların hamısını deyib. Allah Subhanahu wa Taala'nın kəlamıdır. Məxluq deyil Quran. Aydın Allahın kəlamı. Gör sən nə oxuyursan? Nə oxuyursan Allahın kəlamını? Elə bir kitab yoxdur ki, sən oxuyasan. Elə bir elm yoxdur ki, alasan və ona görə hər hərfinə görə savab qazanasan. Nədir? Hər bir hərfinə görə 10 savab qazanasan. Və bu üçün də görürsən, insan yəni eləməlidir, aqıl olmalıdır. Düz o demək deyil, dostların oturma, durma və yaxud da ki, gəzmə. Gəz Allahın verdiyi nemətlərdir. Biz də gəlmişik bura görürsən, Allahın nemətlərinə baxıb daha da şükrümüzü artırır ki, Rəbbimiz bunları yaradıbdır. Nə üçün yaradıbdır bunları? Və ətrafa baxsan, nə bir dənə barmağını qatlaya bilərsən ki, Allah Subhanahu wa Taala insandan başqa yaratdığı məxluqat nə üçün yaradıb? Hamısını insan üçün yaradıbdır. Yoxdur elə bir şey, hamısını insan üçün. Heyvanlar, ağaclar, dağlar, nə istəyirsən, hamısını insan üçün yaradıbdır. Allah Subhanahu Taala Quran-ı deyir: "Mə qarraka bi rabbikal kerim." Səni deyir, kəramətli olan Rəbbinə qarşı Allahdan nə oldu? Bu boyutda nemətləri verib Allah Subhanahu Taala. Bu boyutda yəni ki, adi bir dənə vaxt danışdığımız deyil. Gördüyümüz göz, düzdürmü? Yeridiyimiz ayaq, hər bir şey. Kim verib bunları bizə? Allah veribdir. Allah Subhanahu əvəzində sənə nə üçün heç bir şey istəmir. O ibadət də yenə də sənə lazımdır. Sənin üçündür. Sadəcə olaraq qayə var. Allah Subhanahu Taala insana yaradıbdır və qayəsi var. Elə belə deyil. Qayə nədir? İnsanın yaranma qaydası ibadətdir. Dəlil nədir? Əz-Zariyat surəsi 56-cı ayə. "Və mə xalaqtul cinnə vel insə illə liyəbudun." Mən cinləri və insanları yalnız mənə ibadət eləmək üçün yaratmışam. O demək deyil, sadəcə ibadətlərin başında durur nə? Tövhid. Tövhidi öyrəndin, bildin kəlmə şəhadətini, namaz, oruc, zəkat, həc, bunlar hamısını öyrənməlisən və bilməlisən. Onları biləndən sonra yavaş-yavaş gəlir başqa növbəti elmlər. Onları bala-bala öyrəndiksən Allahın izni ilə görəcəksən ki, Allah Subhanahu Taala necə asanlaşdırır və necə səni ucaldır. Çünki Allahın dini ilə uzalan insan heç vaxt alçalmaz. Heç vaxt. Və gör sən nə yiyələnmiş olsan Allah Resulü s.ə.v mirasına. Yəni, hamıya aiddir qardaşlar, fərqi yoxdur. İstəyir sənin neçə uşağın olsun, istəyirsən neçə yaşa çatasan, fərqi yoxdur qardaş. Elm hər bir vaxt almalısan, öyrənməlisən. Mümküniyyət yoxdur. Onsuz qala bilmərsən, imanını saxlaya bilmərsən. Amma cavanlar üçün nədir? Onlara daha şans çoxdur ki, alim olmağa. Yəni, adam ola bilsin ki, uzaqda gəlsin, amma ki, heç də uzaq deyil. Sonra cəhd atmaq lazım, cəhd atmaq lazım, çalışmaq lazımdır. Bəli, boş-boş vaxt keçirməkdənsə, hansı dostdan dostluq elə, o dost ki, səni yaxşı şey çağırır. O dost ki, səni Allahın dininə çağırır. O dost ki, səni çaşanda, azanda qoymur getməyə. O dost yox ki, gəl gedək filan yerə, gəl gedək filan günaha. Bir dəfə, iki dəfə yox deyəcəksin. Bir də görərsən, üçüncü, dördüncü, beşinci dəfədə sən də onun yanındasan. Bir-iki dəfə elə belə yanında girərsən, sonra girərsən, sən o şeyləri eləyirsən. O dostlar səni hara aparır? Cəhənnəmə Allah qorusun. Düzdürmü? Cəhənnəmə düşən insan deyəcək, filan dostum, bunun səbəbinə gəldim. Amma artıq yəni ki, onlar ola bilsin ki, tövbə eləsin, dönsün. Sən isə gedəsən və dönə bilməyəsən, o günah üzərində öləsən. Allah qorusun. Bir də ki, əgər ucalmaq istəyirsə, mütləq şəkildə Allahın dinini öyrənməlisiniz. Çünki siz müsəlmansınız. Müsəlmansansa bilməlisən qaydaları, qanunları. Allah Subhanahu səndən nə istəyir? İbadət niyə görə eləyirsən? Başını rukiyə niyə gedirsən? Səcdə niyə gedirsən? Rukuda niyə durursan?
Allah Subhanahu taalanı tanımalısan, bilməlisən, ad və sifətlərini öyrənməlisən. Allah nələrə qadirdir? Bəli, nələr hazırlayıb möminlər üçün, nələr hazırlayıb kafirlər üçün, nələr hazırlayıb asilər üçün. Hansılar ki, Allah Subhanahu taalanın haram buyurduqlarını eləyir, asilik eləyir. Və bunları biləcəksən, onu da biləndən sonra asan da olacaq hər şey. Bir dənə sizə bir şey də deyim, çox da vaxtı uzalmayayım. Deməli, bir gün ananın övladın olan tövsiyəsidir. Şeyh Muhammed Səid Raslan, Hafizahullah, Fadlul İlm kitabı var. Elmin fəziləti kitabıdır. Orada gətirir bunu və elm necə insanı ucaldır, necə insanın yanı dəyər verir. Orada gətirir ki, bir dənə Muhammed adında birisi olur. Onun təsəlli necə olur? Onun boynu olmur. O insanın boynu olmur. Və başı bitişik olur hara? Çiyninə birbaşa. Və bu çiyində deyəndə boyun olmur da birbaşa. Bax, bu çənə bitişik olur bura. Bu istəyə. Yəni boynsuz olur insan. Və çiyinləri isə başdan sanki hündür olur. Bax belə çıxmış olur. Yəni qəribə görünür. Anası görün nə deyir? Diqqətlə qulaq asın. Deyir, ey oğlum. Elə bir yer olmayacaq, sən oradan keçməyəsən, səni məsxərəyə qoymasınlar. Sənə əlini göstərib, səni məsxərəyə qoyacaqlar. Güləcəklər. Elə bir məclis olmayacaq ki, sən lağlağa çevrilişəcəksən. Səni yalnız ucalda bilər nə? Allahın dini. Elm öyrənsən. Allahın dinini öyrən, elm öyrən. Və bu Allah Subhanahu səni ucaldacaqdır. O da anasının nəsihətinə qulaq asır və başlayır elm almağa. Nə deyirdi anası ona? Deyir ki, elə bir məclis olmayacaq ki, sən orada məsxərə qoymasın. Həmən o insan təsəllin, məhkənin qazisi olur. Yəni, hökm verəni. 20 il. Rəvayət eləyən deyir ki, onunla deyir, bir stolda oturan adam tir-tir əsirdi. Əsirdi. Nə idi ona ceylən, canı idi, qolun gücü idi, əlbəttə ki, yox. Nə idi? Allahın o dini. O Allahın dinini öyrəndi, qorudu və Allah Subhanahu onu qorudu, ucaltdı. Və elə belə demir, axı Allah Rasulü s.ə.v cavan olan sahabə nə deyir? Deyir, Allahı qoru, Allah da səni qoruyar. Allahı qoru, sən Allahı qoruya bilərsən? Yox, yəni Allahın dinini qoru, onu öyrən, onu yay. Düzgün şəkildə bil. Və həmçində elm almaq elə belə deyil. Sən haradan o? Alacaqsan, baxacaqsan YouTube-a, ora bura, kimi gəldi qulaq asacaqsan, belə olmaz. Belə də olmaz. Sən biləcəksən kimdən elm alsan. Ona görə niyə görə İbn Sirin rahimehullah nə deyir? Deyir ki, "Həzəl ilm dinakum. Fənzuru ammen təxudun dinakum." Deyir, bu deyir elm sizin dininizdir. Və baxın görün dininizi kimdən öyrənirsiniz. Demədi, baxın görün kimdən nə öyrənirsiniz. Alimlər burada qeyd edir. Deyir, baxın görün kimdən öyrənirsiniz. Bəzi insanlar deyir ki, nə problem var insanda? O problemi var, mənə ondan nə? O haqqı deyir. Yox, burada belə qayda yoxdur. Əgər insan problemlidirsə, haqqı deyirsə, belə sən onu götürə bilmərsən. Bugün haqqı deyir, sabah haqqın bölündə başqa şey deyir sənə. Və s. axir. Ona görə nə edəcəksən? Baxacaqsan kimlə elmi öyrənirsən. Elə qoruyacaqsan. Bəli, qorumalısan. Bu elə belə deyil. Bugün işini görürsən nə qədər yəni fitnələr yayılır, fəsadlar yayılır. Hamısı nəyə görədir? Elə təbliğçilara görə. Yəni bəzənirlər, görürsən saqqal saxlayır və görürsən nədir, sünnə deyir, sələfi deyir özünə. Amma bu deyil. O deyil. Ona görə baxacaqsan, öyrənəcəksən bölündə olan böyüklərdən, böyüklərdən və yaxud əlin çatırsa elm tələbəsindən və s. axir. Mütləq şəkildə, əks halda azacaqsan Allahın dini ilə. Ona görə olmaz. Çünki hər bir bidət zalətdir, hər bir zalət də oddur. İnsan yanı bidətə düşməsi böyük bir zalətdir. Allah qorusun. Şeyx Rabi rahimehullah teala nə deyir? Deyir ki, təsəllin bidətçi yanı desən onu deyəcək, yox mən onu demirəm, mən onu eləmirəm. Deyir öz əməli ilə nə eləyir? Deməli o deyir ki, o öz əməli ilə Allah subhanahu teala böhtan atır ki, Allahda yəni bu sözdən Allah'a sığınırıq. Allah bunu bilmir, mən biləm. Yəni Allah'a cahillikdə ittiham eləyir.
Yəni deməli sən yeni bir şey gətirirsənsə bunu deməli deyir ki, o əməli ilə deyir ki, yəni Allah bunu bilmir, mən bunu bilirəm. Və yaxud da nə edir? Və yaxud da ki, deyir, Peyğəmbər s.ə.v böhtan atır. Peyğəmbər s.ə.v yəni xainlikdə, yəni o ona çatdırıldı, o isə bizə çatdırmadı. Aydındır? Ona görə böyük günahdır. Bağışlanmayan günahlardandır. Allah qorusun. Allah daha doğrusunu bilir. Allah subhanahu daim bizi xeyir əhlin eləsin və Allahın dinində çalışmaq lazımdır. Mütləq şəkildə. Yəni ömürdür, bilinmir nə vaxt bitəcək, amma əsas odur ki, xeyir üzərində bitsin. Və insan görürsən ki, bəzi hallarda eləyir günahı, deyir, tövbə təzdən eləyir, təzdən yenə qayıdır. Amma insan bilmir nə vaxt öldüyünü qeyd elədik, nə vaxt öləcəyini, düzdürmü? Ola bilsin ki, o günahı eləsin, o günah üzərində ölsün. Allah qorusun. Ona görə insan görürsən ki, insanlara xeyir əhli kimi görünə bilər. Amma Allah subhanahu ta gizli əməlləri ola bilsin olsun və sonluğu da onun, Allah qorusun, gəlib yəni küfür üzərində, asili üzərində bitə bilər. Sən insanlara görünməklə deyil, sən özünü Allahdan aranı düzəlt. Çünki Allah subhanahu taala səni hər yerdə görür. Sən ola bilsin, çəkilib xəlvətdə günahlar elə bilərsən, xəlvətdə videolara baxa bilərsən, xəlvətdə məsəl üçün başqa naməhrəm qadınlara baxa bilərsən, amma Allah onu görür axı. Mən onu görməyə bilərəm, o birisi qardaş görməyə, ata görməyə bilər, amma Allah subhanahu onun hər bir şeyini görür. Hər dəqiqə. Görürsən, insanların içində baxmır, utanır, amma gedir təsirətli çəkilir, baxır. Günahdır. Və o üzərdə ölsən, necə olacaq insan? Allah qorusun. Ona görə daim tövbələr və tövbə üzərində sadiq olmaq. Və tövbə insanın çox böyük şeylərə müvəffəq edir. Bir dənə tövbə. O bildiyin, bilmədiyin günaha. Ola bilsin, illər boyu günah eləmirsən, bir dənə tövbə eləməyin Allah subhanahu onları bağışlayır. Bəli. Sadəcə olaraq tövbəndə sadiq ol. Və xeyir əhli ol. Ondan sonra dəyiş. Allah bizə istifadəni eləsin. Allah subhanahu hər birinizdən razı olsun. Allah subhanahu bizi onun dinini öyrənib və başa düşən qullarını eləsin, sələfin fəhmi ilə. Bu mühümdür. Mühümdür qardaşlar. Allah hər birinizə bərəkət versin. Allah yenə sizdən razı olsun. İnşallah Allahın izni ilə, Allah nəsib ilə bir daha görüşərik. Subhanakallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.